Read the passage and answer questions. Mətni oxuyun və sualları cavablandırın. Malaria is a serious health problem. Malaria ciddi sağlamlıq problemidir. It's a leading cause of death in many countries. Bir çox ölkələrdə ölümün əsas səbəbidir. It occurs mostly in tropical and subtropical parts of the world. O əsasən dünyanın tropik və subtropik yerlərində baş verir. International health agencies find that controlling it is an enormous and difficult task. Beynəlxalq sağlamlıq və səhiyyə agentlikləri buna nəzarətin böyük və çətin bir iş olduğunu hesab edir. Malaria could be controlled by stopping the mosquitoes. Malaria xəstəliyi ağcaqanadlarını dayandırmaqla idarə etmək olar. One way is to get rid of the pools of water where they lay their eggs. Bir yol yumurta qoyduqları su hovuzlarından xilas olmaqdır. Also, insect powder could be sprayed in wet areas and around buildings. Həmçinin həşərat tozu və yaş yerlərdə binaların ətrafında da püskürə bilər. People could be told to sleep under the bed, nets to prevent from mosquitoes. İnsanları ağcaqanadlardan qorunmaq üçün çarpayı üçün olan torların altında yatmaq deyilir. People in this region are poor because they are too weak to work. Bu tipli regionlarda olan insanlar kasıbdır, çünki onlar işləmək üçün həddən çox zəifdir. They cannot afford to pay for medical care or to buy nets. Onlar tibbi müalicə almaq üçün ödəniş etməyə və eləcə də torları almağa imkanları çatmır. There are other problems too. Həmçinin digər problemlər də var. Health ministries don't have the money to build clinics, buy insect poisons or pay workers to spray insecticides. Sağlamlıqla bağlı yəni səhiyyə təşkilatlarının da həmçinin demək klinikalar tikməkdə, daha sonra həşəratları zəhərləmək üçün olan zəhərlərin alınmasında, daha sonra isə işçilərə insektisid spreylərin ödənməsində bağlı pulu yoxdur. And the frequent rainfall in these regions would make it impossible to get rid of pools of water where mosquitoes lay eggs. Və tez-tez bu regionlara yağış yağması demək həmin su hövzələrindən qurtulmağı qeyri-mümkün edir ki, hansı ki burada ağcaqanadlar yumurta qoyur. The medicine curing this illness was found by medical scientists in 2009. Bu xəstəliyi müalicə edən dərman 2009-cu ildə tibb alimləri tərəfindən tapıldı. And the people were given the medicine by international health agencies to treat the illness. Və insanlara bu xəstəliyi müalicə etmək üçün Beynəlxalq Səhiyyə Agentliyi tərəfindən Ivermectin adlı dərman verilir. These medicines stop the spread of malaria in these regions. Bu dərman regionlarda malariyanın yayılmasını dayandırdı. Mətnlə bağlı ilk sualımıza keçid edək. The passage is mainly about, mətn əsasən nə haqqındadır? All the diseases in the tropical and the subtropical parts of the world. Dünyanın tropik və subtropik ərazisindəki bütün xəstəliklər, bütün xəstəlikdən danışmadığım üçün A variantı mətnin adı ola bilməz. B-də International Health Agencies, beynəlxalq səhiyyə agentlikləri. Yenə də onlar haqqında danışılmır mətndə tam olaraq, yəni əsas məqsəd agentlik deyil. C-də a serious illness in tropical and subtropical parts of the world. Dünyanın tropik və subtropik ərazilərindəki ciddi bir xəstəlik. Malaria xəstəliyini nəzərdə tutduğu üçün C variantı doğru cavabdır. D variantında making medicine against disease, xəstəliklərə qarşı dərman yaratmaq. Bütün xəstəliklərin danışmadığı üçün D variantını götürə bilmirik. Və Y variantında the pools of water where mosquitoes lay their eggs. Ağcaqanadların yumurta qoyduğu su hövzələri. Yenə hövzələr haqqında sadəcə məlumat kimi danışılır. Yəni mətnin əsas məqsədi su hövzəsi olmadığı üçün Y variantı da doğru cavab deyil. Düzgün cavab C variantıdır.